İşdən danışmışkən vaxt puldur deyirik. Artıq bu sözlər həqiqi mənasını tapmaqdadır. Çünki Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçidlə bağlı ciddi müzakirələr gedir. Bu sistemin tətbiqi xüsusilə müvəqqəti işlərdə çalışanlar üçün böyük dəyişiklik yarada bilər. Təbii ki, iş saatına görə ödəniş daha ədalətli, şəffaf əmək münasibətləri deməkdir. Bəs bu keçid ümumiyyətlə kimlər üçün daha sərfəli olacaq və hansı çətinlikləri ola bilər? Əməkdaşımız Aysel Əliyeva araşdırma eləyib, gəlin birlikdə baxaq. Ölkəmizdə əmək münasibətlərində yeni mərhələ gözlənilir. Belə ki, saatlıq əmək haqqının tətbiqi planlaşdırılır. Əmək məcəlləsinə ediləcək dəyişikliklər bu sahədə daha çevik, şəffaf və işçi hüquqlarını qoruyan bir modelin formalaşması baxımından müsbət hesab olunur. Hazırda əmək məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və sair məsələləri nəzərdə tutur. Bəs gözlənilən yenilik vətəndaşlar tərəfindən necə qarşılanır? Elə bu sualla paytaxt sakinlərinə müraciət etdik. Əlbəttə çox müsbətdir, çünki saatlıq əmək haqqına keçsək, bunu nəzərə almaq lazımdır ki, bizdə məsələn qeyri-iş günləri var, bayram günləri var, yəni saatlıq əmək haqqı olan yerdə həmin iş günlərində, yəni qeyri-iş günlərində ödəniş bir neçə dəfə əmək məcəlləmizə əsasən yüksək olmalıdır. Yəni ki, insanın ümumiyyətlə əməyi, işləməyi, gərək zəhməti qiymətləndirilsin. Yəni qiymətləndirilsin, elə yox ki, deyilsin ki, nə yaxşı, malades, yaxşı işlədin. Xeyr, onun qiymətləndirilməsinin bir dənə yolu var. Yəni onun aldığı maaş. Çox gözəl, artıq işləyirəmsə, əmək haqqı verilirsə, versinlər. Bir var ki, işləyirəm, almırdıq. Amma bir də var ki, işləyiriksə, əmək haqqımızı almalıyıq. Əgər 100% verilsə, lap gözəl. Əmək məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, dəyişikliklərin əsas mahiyyəti çevikliyin artırılmasındadır. Bu özlüyündə ciddi bir, yəni bizim əmək haqqı sistemində hansısa bir inqilabi dəyişiklik gətirəcək demək deyil. İşə götürənlə işçinin əmək müqaviləsi bağlanmasında bir çevik mexanizm olacaq. Yəni indi də bu mümkündür əslində, amma bu daha artıq konkretləşəcək ki, bir işçi öz hasilat normasını 3 saat ərzində yerinə yetirirsə, o bütün günü bu iş yerində niyə olmalıdır? Gelib bir başqa yerdə də işləyə bilər. Hər kəsi maraqlandıran məsələ isə saatlıq əmək haqqı sisteminin tətbiqinin maaşlara göstərəcəyi təsirdir. İstisna deyil ki, yəni istisna yox, mütləq bu artımlar olacaq. Amma bu dərhal saatlığa keçəndən sonra olacaq, ya növbəti maliyyə ilində olacaq, yoxsa o bir başqa vaxtda onu biz deyə bilmərik. Yəni bu dinamik bir prosesdir. 10 il bundan qabaq minimum əmək haqqının həddi hardaydı, indi hardadır. Yəni arta gedir. Saatlıq əmək haqqı sistemi qərb ölkələrində uzun illərdir tətbiq olunur. Mütəxəssislərin fikrincə sözü gedən model işçi əməyinin daha dəqiq qiymətləndirilməsinə və əmək bazarının şəffaflığına xidmət edir. Ona görə də aylıq deyil, saatlıq əmək haqqının tətbiqi işçi və işi götürən arasında münasibətlərin beynəlxalq standartlara uyğunlaşmasına xidmət edəcək. Bəli, bu Azərbaycanda yenilikdir. Bəs əgər saatlıq əmək haqqı sistemi olarsa, bu nəyi dəyişəcək? Ümumiyyətlə, buna ehtiyac nə dərəcədədir? Bütün bu və digər sualları Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyevlə müzakirə edəcəyik. Hər vaxtınız xeyir olsun, Musa. Hər vaxtınız xeyir. Musa, ümumiyyətlə, saatlıq əmək haqqı sisteminə keçid sizcə nə dərəcədə zəruridir? Bilirsiniz, bu sistem dünyada bir çox ölkələrdə var və çox uğurlu da bir sistemdir. Azərbaycanda isə hələlik rəsmi olaraq tətbiq olunmur. Bizdə yalnız əməyin ödənilməsinin işəmuz və günəmuz sistemi tətbiq olunur. Yəni, bu işi gördün, buradan bura bu işi həll elədin, bu məsələni, bu istehsal elədin, bunun əmək haqqısı bu qədərdir. Və yaxud səhər gəldin, xidmət sahəsidir, səhər 9-dan axşam 6 kimi işlədin, getdin, əmək haqqında bu qədərdir. Amma elə sahələr var ki, onu nə işəmuz da əmək haqqı sistemi ilə, nə də günəmuz da əmək haqqı sistemi ilə tənzimləmək olmur. Məsələn, kuryer işlərində, bu saat çox yayılıbdır kuryer işləri. Dövründə tələbidir. Bəli, yeməyi bişirdi, sifariş elədi, apardı, verdi, qayıtdı, gəldi. Sən o səhərdən axşama sifarişdən asıldı, onu saxlamaqla mümkün deyil. Və yaxud da indi şadlıq evlərində, Azərbaycanda bu çox yayılıbdır. Birdən görsən 40 nəfər, 50 nəfər ofisiant orada xidmət edir, amma ofisiantlar cəmi 3-4 saat işləyəcəkdir. Bütün gün orada qalası deyil.
Yaxud kənd təsərrüfatında müəyyən saatlarda iş vaxtı var, səhər-səhər, misal üçün, yığım vaxtı. Getdi, inəyi sağdı, gəldi, bir də axşam gedib sağacaq. Bütün gün ərzində ondan müqavilə bağlayası deyil. Demək olar ki, elə əksər. Yük daşıyan işlər, mebeldir, sifariş verdin, gəldi, daşıdı, apardı, yükünü qoydu, gəldi. Yəni bunları biz işamuz da əməklə və günamuz da əməklə müqaviləsi bağlamaqla mümkün deyil. Bağlayanda da onu adətən o işə götürənə sərf eləməyəcək ki, ona yüksək əmək haqqı versin. Amma saatlıq əmək haqqı verəndə bu həm işə götürən üçün faydalı olacaqdır, həm işçi üçün faydalı olacaqdır ki, bu işin bir saat işləyəcəksən, sənə də məsələn bir saat üçün 30 manat, 40 manat, 50 manat mən sənə pul verəcəm. Amma burada mütləq əmək müqaviləsi imzalanmalıdır. Yəni bəziləri deyir ki, burada da müqavilə olmur. Müqavilə olmadan bu mümkün deyil. Amma burada bir məsələ var ki, bəzən mən oxuyuram mətbuatda da belə fikirlər gedir ki, saatlıq əmək haqqı sistemini keçəndə işəmuz və yaxud günəmuz da əmək haqqı olmayacaq. Belə bir şey mümkün deyil. Bu sistemin hər üçü fəaliyyət göstərəcək. Hansı sahədə, hansı uyğundursa, onlar da tətbiq olunacaq. Bu daha çox imkanları genişləndirir, əmək münasibətlərində çevikliyi artırmaq və mən deyərdim ki, arealın genişləndirilməsinə xidmət edəcəkdir. Eyni zamanda işçi ilə işə götürən arasında öncədən müqavilə imzalanacaq. Mən səndən bu saatlarda çalışacağım, 3 saat, 4 saat, hər saatında da bu qədər əmək haqqı verəcəm. İşləyərsən, işləyərsən, işləmərsən, işləməzsən. Bəzən fikirlər səslənir ki, bu minimum əmək haqqının saatlara bölünməsi hesabına baş verəcəkdir və əmək haqqı çox aşağı. Elə mən o sualı vermək. 2-3 manata düşür. 2,3 manata düşür. Bu olmayacaq. Onun minimum əmək haqqını sən niyə ona böləcəksən ki? Onu o işçi ilə işə götürən arasında müqavilə bağlanacaq ki, misal üçün mən yenə bu mebel daşımaq misalında çəkəcəm. Deyəcəm, mən bu mebel daşıyacam, tutaq ki, buradan oraya aparıb evdə yerləşdirəcəm, 2 saat orada işləyəcəm, ya da 3 saat orada işləyəcəm, sən mənə 50 manat pul verəcəksən. Bunu saata vursan, bunu 30 günə vursan, gəlib gör nə qədər vəsait eləyəcəkdir. Amma bunu sən minimum əmək haqqından niyə hesablamalısan ki? Bunun əksinə, işçilərin həmin saatlar ərzində qazancı daha çox olacaqdır. Nəinki onu günamuz əməkdir. Bu belə olan halda işə götürən də, işçi də öz gəlirlərini, çıxarlarını düzgün hesablaya biləcək. Deyək, bir tələbədir, günün birinci yarısını dərsdədir, artıq 2 saat bunun vaxtı var. Gedib o 2 saat işləyəndə onu da minimum əmək haqqını o saata bölməklə hesablanmayacaq olur. Yəni bir əmsal olacaq. Heç bir əmsalda olmayacaq. Öz aralarındakı müqavilə əsasında olacaq ki, bir saat ərzində mən gəlib səndə işləyəcəm, sən mənə bir saata, misal üçün 20 manat, 30 manat, 50 manat pul verəcəksən. Bunu verirsənsə gəlirəm, vermirsənsə gedirəm başqa şirkətdə eyni işi görəcəm. Bu mənada işə götürənlər üçün işin optimallaşdırılmasının sərfəlidir bu. İşçi üçün isə qısa müddət ərzində istədiyi əmək haqqını almaq şansını yaratmaq mümkündür. Yəni bu minimum əmək haqqına bağlanmayacaq. Amma bunun təsiri olacaq ki, gələcəkdə minimum əmək haqqı da daha artsın. Çünki başqa günəmuz işləyən, yaxud da ki, işəmuz işləyən insan deyəcək ki, necə oldu o adam 2 saata bu pulu qazandı. Mən isə bir günü səhərdən axşama işləyirəm, bu pulu qazanıram. Bu mənada minimum əmək haqqının artmağına bunun stimulu olacaq, amma o gələcəkdə olacaqdır. Bu saat olmayacaq. İstənilən halda, yenə deyirəm, əmək münasibətlərinin tənzimlənməsində, işçi işə götürən arasındakı əmək haqqı sisteminin daha da çevikləşdirilməsində öz müsbət rolu olacaq. Yəni aylıq maaşları bir növ təsir eləyə bilər. Təbii, təsir, amma o gələcəkdə olacaq. İndi hələlik bu tətbiq olunmur, qanunvericilik hazırlanır və yəqin ki, bu ilin içərisində biz bunun tətbiqini görəcəyik. Bəs hazırki qanunvericilikdə ümumiyyətlə 2 yerdə işləmək mümkündür. İndi necə tənzimlənəcək? O da, orada da yenə 2 yerdə də işləyə bilərsən, 3 yerdə də işləyə bilərsən. Vaxtın varsa niyə işləməyəsən? Orada heç bir problem. Sənə mane olmayacaq. Burada gecikmə halları bir növ məsələ aktuallaşır. Onda maaşdan tutulma halları necə olacaq? İşçinin iş saatına diqqətlə. O istənilən halda bu işə götürən. O işə muzd və sahada muzd əmək haqqı ilə bağlı bir məsələ deyil. Bu əmək intizamı ilə bağlı bir məsələdir. Əmək intizamının da əlaqədar onun cəzaları da var. İstər onun əmək haqqından tutula bilər, ona deyək, müqavilə pozula bilər, töhmət verilə bilər. O artıq əmək intizamının pozulması ilə əlaqədar bir məsələdir və onu heç bir əməyin ödənilməsi formasında deyərdim ki, nə sahibkar, nə də ki, dövlət müəssisəsi qəbul etmir ki, işçi işə geciksin. Təbii ki, intizam. İşə niyə geciksin? Bu intizam pozulmasıdır, əmək intizamının pozulmasıdır. Əgər üzürsüz səbəbdəndirsə, təbii ki, onun
müvafiq, əsaslandırılması. bəli, müvafiq əlbəttə cəzası da verilməlidir. O əmək haqqından da tutula bilər, töhmət də verilə bilər, şiddətli töhmət də verilə bilər, xəbərdarlıq da ola bilər və yaxud tez-tez təkrarlanarsa əmək müqaviləsi pozula da bilər. Musa müəllim, bəs iş saatından əlavə və yaxud da məsələn bayram günləri artıq işləyərsə və yaxud da hansısa qeyri-iş günlərində işləyərsə, bu zaman necə tənzimlənir? Bu əmək məcəlləsində, bəli, əmək məcəlləsində öz əksini tapıbdır. Bir kateqoriya şəxslərə bu icazə verilmir. Tutaq ki, hamilə qadınlardır, 3 yaşına qədər uşağı olan qadınlardır, əlilliyi olan şəxslərdir. Onları nə gecə növbəsində, nə bazar və bayram günlərində, nə də iş saatından artıq işləməyə əmək məcəlləsi icazə vermir. Digər işçilər üçün isə ya əmək müqaviləsində bu öz əksini tapa bilir, ya da ki, razılıq əsasında, könüllü əsasında. Elə iş sistemi var ki, tutaq ki, səhiyyə sahəsində, reanimasiyada işləyir. Burada deyə bilməzsən ki, mən bazar günü işə çıxmayacam. Burada deyə bilməzsən ki, mən gecə növbəsinə işə çıxmayacam. Bu, əvvəldən əmək müqaviləsində öz həllini tapır, amma gecə növbəsidir, bazar günləridir, istirahət günləridir, bayram günləridir, ezamiyyəyə getmək məsələsidir. Burada əmək haqqına əlavələr olunur. Bu 2 qat da ola bilər, 3 qat da ola bilər, o, hər hansı bir əmsal da ola bilər. Bu artıq işçi ilə işə götürən arasında öz həllini tapan bir məsələdir. Musa müəllim, qaynar xəttimizə tez-tez ünvanlı sosial yardımlarla bağlı da müraciətlər daxil. Bölgələrdə vətəndaşlar bildirirlər ki, onlara işləmədiklərinə görə ünvanlı sosial müavinətlər verilmirlər deyə belə bir iddia çıxır. Doğrudur. Bu məsələdə qanunvericiliklə hansısa gələcəkdə bir dəyişiklik nəzərdə tutulurmu? Yox, nəzərdə tutulmur. Yəni, ünvanlı sosial yardım verilməsinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, əmək qabiliyyəti olan şəxs əməklə məşğul olmalıdır. Amma onun əldə etdiyi qazanc, onun ailə üzvlərinə bölünəndə yaşayış minimumundan aşağıdırsa, ona əlavə ünvanlı dövlət tərəfindən yardım verilə bilər. Amma mən fəaliyyət göstərməyim, sağlam ola, heç bir işlə məşğul olmayım, gözləyim ki, dövlət mənə yardım verəcək, mən yaşayacağım bu yardımdan, bu heç bir dövlətin qanunvericiliyində bu öz əksini tapmayıbdır. Və orada ola bilər ki, ailənin əlilliyi olan üzvü ola bilər, ona işləmək tələb olunmur. Və yaxud da ki, 7 yaşına qədər uşaq varsa, ana ona baxırsa, ona işləmək tələb olunmur. Qalan hallarda isə... Bu zaman yardım verilə bilər? Bəli. O yardımın verilmənin əsas kriterisi şərti odur ki, ailənin adam başına düşən gəliri ölkə üzrə yaşayış minimumundan aşağı olsun. Amma bu şərtlərlə ki, yenə deyirəm, güzəşti olmayan, imtiyazı olmayan ailə üzvü işləmirsə, ona artıq o ailəyə verilməyəcək. Və yaxud bəziləri, xüsusən bizə olan müraciət edir ki, mənim adıma torpaq var, amma istifadə eləmirəm, kənd yerində yaşayan, mənə ünvanlı yardım vermirlər. Nəyə görə verməlidir? Onu deyə torpağı sən öz adından çıxartmalısan, özgə istifadə etmirsənsə, torpağı niyə saxlamırsan? Torpağı sənə dövlət verib ki, özəlləşmə vaxtı, sən oradan öz məşğuliyyəti təmin edirsən və torpaq da dövlət də üçün, vətən üçün, hər bir insan üçün faydalı bir obyektə çevrilsin. Bunu işlətməyəcəksənsə, bunu ya saat, ya bağışla, nə etsən elə, ged ayrı bir özünə məşğuliyyət tap. Ya torpağın adında varsa, orada işləmirsənsə, gəlir əldə etmirsənsə, ondan sənə dövlət nəyə görə əlavə yardım? İşdə orada, gəlir əldə et. O sənin əldə etdiyin gəlir az olacaqsa yaşayış minimumundan. Onda ona icazə var, biz qanunvericiliyə dəyişik eləmişik. Əvvəllər yox idi o şey. Amma indi sonra dəyişiklik edik ki, ola bilər torpaq məhsullar olmaz, ola bilər həmin illi məhsul hər hansı bir səbəbdən, yəni sığorta olunmaz məhsulu batar, onun gəlir az olar, onu aylara böləndə, ona dövlət o yardımı verəcək. Amma ümumiyyətlə mən torpağımı əkməyim, becərməyim, amma mənə də yardım ver, bu doğru deyil. Aydın Musa müəllim, bəs ümumiyyətlə əmək qanunvericiliyində başqa hansı yeniliklər var, xüsusilə də bu yaşla bağlı məqamlar var? Biz dünənləri, deməli, biz öz komitə iclasımızda, Əmək və Sosial Siyasət Komitə iclasında səhiyyə işçiləri ilə bağlı çox vacib bir qanuna baxdıq və Əmək Məcəlləsinə dəyişiklikləri komitə iclasında qəbul etdik və Milli Məclisin plenar iclasında tövsiyə etdik. Eyni zamanda bizdən də bir gün öncə Milli Məclisin Səhiyyə Komitəsində analoji qanuna baxmışdı. Buradan məsələ nə ilə əlaqədardır? Tibb işçilərinin sertifikasiyası ilə əlaqədardır. İndi mövcud qanuna görə, əgər tibb işçisi 5 ildən bir sertifikasiyadan keçməlidir, sertifikasiya imtahanını verməsə və yaxud da ki, lazımı balı yığmasa, o işdən kənarlaşırdı. 6 ay ərzində təkrar gedib imtahan verməli idi. Əmək haqqı da almırdı həmin müddətdə. Ondan sonra işinə gəlib bərpa oluna bilərdi. Bu da o işçi üçün əlavə həm psixoloji stresdir, həm mənəvi və sosial bir itkidir, stresdir. Biz o qanunu Səhiyyə Nazirliyinin də təşəbbüsü ilə
üzərində işlənibdir və orada daha humanistləşdirən bir müddəa əlavə olundu ki, hər hansı bir səbəbdən işçi sertifikasiya imtahanı verə bilməyibsə, keçməyibsə, 6 ay ona vaxt verilir, amma işin davam edir, əmək haqqısını alır, 6 ay ərzində əlavə kursa lazımdırsa gedir, Yenidən imtahana hazırlar, yenidən ona şans verilir ki, imtahan versin. Əgər o imtahanı təzədən verə bilmirsə, təbii ki, onda öz peşəsinə buraxılmır. Amma o 6 ay şans verilməsi çox vacib bir məsələdir. Eyni zamanda sertifikasiyadan əlavə bizə bəzən tibb elmləri doktorları, professorlar müraciət edirlər ki, biz professoruq, leksiya oxuyuruq, dərsli biz deyirik. Amma 5 ildən bir gedirik, biz dərs keçdiyimiz adamların qabağında durub imtahan verməli oluruq. Bu necə olsun? Bu da dünya praktikasında alternativ variantlar vardı. Öz peşə bilik bacarıqlarını davamlı artırmaq imkanları. Tutaq ki, bir ay ərzində 50 kredit toplayırsa, 5 il ərzində 250 kredit toplayırsa, həmin adam sertifikasiya imtahanı vermədən o sertifikatını alır. Bu nə deməkdir? Elmi beynəlxalq deyək ki, simpoziumlarda iştirak edir, konferanslarda iştirak edir, məqalələr yazır, araşdırmalar aparır. Deyək ki, doktorantlara elmi rəhbərlik edir, tələbələrə leksiya alır. Bunlar hamısı bunun dividendinə gəlir, bir kapitalına gəlir, belə deyək də bunun elmi kapitalına gəlir. Və bonuslar alır və ondan sonra sertifikasiya imtahanı vermir. Bu da bir alternativdir. Bu həm də özəl sektordakı tibb müəssisələrinə tətbiq ediləcək ki, özəl sektorda maraqlı olacaq ki, elmi yenilikləri tez-tez öyrənsin, öz işçilərini göndərsin başqa ölkələrə və yaxud özü də həmin konferansları keçirsin. Yəni, bu sonuncu qəbul etdiyimiz əmək məcəlləsində pozitiv dəyişiklik. Musa müəllim, sizin bir çıxışınız da vardı. Gənclərə yolu yaşlıları məcburi istifaya göndərməklə açmamalıyıq. Belə bir çıxışınız da vardı. Yəni, burada yaş məsələsi necə? Axı, bu günlər biz müəllimləri 65 müəyyən bir yaşdan sonra və bir ildə əlavə işləməklə göndəririk istifaya, yəni təqaüdə, pensiyaya. Bəli, burada bir yaş məsələsinə bu məsələ də bizim komitə iclasında qalxdı. Mən onun fikrinin tərəfdarıyam və dəfələrlə də söyləmişəm ki, insanın yaşı onun əmək fəaliyyəti üçün baryer ola bilməz, əngəl ola bilməz. Onun sağlamlığı, biliyi, bacarığı, peşə vərdişləri imkan verirsə, sertifikasiya imtahanından keçibsə, sağlıq imkan verirsə, təcrübəsi varsa, o niyə pensiya yaşından sonra işləməsin? Və biz özəl sektora bu qadağanı qoymamışıq, dövlət sektoruna qoymuşuq. Tutaq ki, özəl sektorda müəllim gedib neçə yaşına qədər bazar işləyə bilərsə işləyə bilir. Həkim gedib işləyə bilir, tibb bacısı işləyə bilir, mədəniyyət xadimi işləyə bilir, mühəndis işləyə bilir, dövlət sektorunda işləyə bilmir. Ola bilərmi bundan bu zamanında bəli, bu qanun qəbul olunarkən məqsəd onlara ibarətdir ki, gənclərə daha çox meydan verilsin. Amma mən düşünürəm ki, dünən də mən dedim, biz gənclərə daha çox meydan verməkdən daha çox iş yerləri yaratmalıyıq. Xüsusən innovativ və müasir artıq 5-ci sənaye inqilabı, süni intellekt artıq 5-ci sənaye inqilabı devri deyirlər. Bu 5-ci sənaye inqilabının kadrları, yaşlı kadrlar ola bilməyəcək, mənim nəslim ola bilməyəcək. O gənclər olacaq. Buna görə də biz o sahədə yeni iş yerlərinin açılmasını daha çox təşviq etməliyik, planlaşdırmalıyıq. Nəinki, deyək 65 yaşı çıxanda onun yerinə kimsə gəlir. Bəzən onlara da təsir edir. Və bu mənada və bu insanlara da biz, həm onların haqları var o insanların ki, ömrü boyu bu sahədə çalışıbdır. Və açığı deyəm, mən özüm həkiməm, ixtisasım. Həkimlər də, müəllimlər də o yaşında ən böyük təcrübə əldə etmiş kadrlardır. Və birdən-birə sən buna deyirsən, sən yox. Özəl sektorda işləyə bilir, necə ola bilir? Özəl sektorda bu keyfiyyətli işləyəcək, dövlət sektorunda keyfiyyətsiz mi işləyəcək? Bu mənada bunun da məntiqi yoxdur. Ona görə də parlamentdə də dəfələrlə bu fikir səslənir. Mən də bu fikrin tərəfdarıyam ki, biz əmək məcəlləsindəki o məhdudiyyəti aradan qaldırmalıyıq və bayaq sizin də söylədiyiniz kimi, dünən də mənim komitədə dediyim kimi, biz gənclərə yolu yaşlı insanları zorla işdən çıxartmaq vasitəsilə deyil, onlara yeni iş yerləri açması yolu ilə tənzimləməliyik. Bəli, Musa müəllim, qaynar xəttimizə bir müraciət var. Bildirilir ki, Qarabağ müharibəsi veteranlarının müavinətində artım gözlənilirmi? Bilirsiniz, keçən ilin 23 dekabr tarixində cənab prezidentin çox vacib bir sərəncamı oldu. Bu sərəncamla biz artıq 5-ci sosial islahatlara qədəm qoyduq. Sərəncamda dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda çalışan insanların, o cümlədən özəl sektorda çalışan 700 mindən çox insanın əmək haqqı artırıldı, minimum əmək haqqı artırıldı, minimum pensiya artırıldı və cənab prezident həmin sərəncamında hökumətə tapşırıq verdi ki, müavinətlərin və təqaüdlərin artırılması ilə əlaqədar öz təkliflərini cənab prezidentə təqdim etsin. Yəqin ki, artıq o təkliflər hazırlanıb, cənab prezidentə təqdim olunub
yəqin yaxın vaxtlarda cənab prezidentin də müvafiq sərəncamını görəcək ki, hansı növ təqaüdlər, hansı növ müavinətlər nə qədər məbləğdə artacaq, amma artıq gözlənilir. Oldu. Təşəkkür edirəm Musa müəllim. Təşəkkür ederiz studiyamıza Bəli, gəldiniz. kifayət qədər bol müzakirəli bir müsahibə keçdi. Əmək qanunvericiliyində daha hansı yeniliklər olacaq, ümumiyyətlə saatlıq iş sisteminin əmək qanunvericiliyinə nə kimi yeniliklər gətirəcəyinə bağlı kifayət qədər müzakirə apardı. Amma qarşıdakı dəqiqələrdə isə başqa nələrdən xəbəriniz olacaq? Bu barədə isə anonslarımız var. Yenidən studiyaya qayıdacağıq.